Zəhmət olmasa dinləyək. Termodinamika. Termodinamika. Daxili enerji. Biz burada ideal qazlardan danışacağıq. Bizim üçün seyrəldirilmiş qaz edir, ideal qaz. Daxili enerji olaraq, birinci daxili enerjiyə baxaq. Daxili enerji, biz insan üzərindən də misal verə bilərik. Nə mənada deyik? Məsələn, tutaq ki, Yusuf deyirik ki, çöldə olanda soyuq idi, girdi içəri, isinməyə başladıq. Məsələn, daxili enerjimiz artdı. Aydındır. Yavaş-yavaş isindik, hər hansı bir daxili enerjimiz əvvəlcə məsələn az idi, sonra daxili enerjimiz artdı. Misal vermək üçün, yəni daha rahat başa düşməyiniz üçün belə bir şey deyim. Daxili enerji U hərfi ilə müşahidə olunur uşaqlar. Vahidi bir jouldur. Daxili enerji kinetik enerji ilə potensial enerjilərin cəminə bərabər. Qazların daxili enerjisi kinetik və potensial enerjilərin cəminə bərabər. Biz tam enerjimiz var, düzdür? Biz demişdik ki, hətta qazlarda biz potensial enerjini sıfır götürəcəyik. Yazı gəlir. Niyə? Çünki onların qarşılıqlı təsirdə olma ehtimalları çox minimaldır. Ona görə də biz bunu təqribən sıfır qəbul etsək, yalnız qalır burada nə? Kinetik enerji. Aydındır? Onda bizim daxili enerjimiz yaddan çıxartmayın. Əgər bir qazın kinetik enerjisi olsa, biz elə kinetik yazarıq. Yox, əgər İsmail n dənə qazın daxili enerjisindən danışarıqsa, onda mən burada nə yazaram? N kinetik yaza bilərəm. Bizim n'in düsturu nə idi? Mehriban? Ne? N'in düsturu. En beraberliği. En önemli Kiçik n bölünsün böyük n n'e. Yadınıza gəlirmi? Bu kiçik bizim n'imiz bərabər idi. Kiçik n bölünsün böyük n n'e. Gətir burada yerinə qoysan, kiçik n bölünsün böyük n n'e. Kinetik enerjinin düsturu nə idi uşaqlar? 2'də 3 K T düsturudur. Düzdür? Bu n ilə K bizə nə verirdi? R. N vurulsun K bizim üçün R verir. Onda kiçik n bölünsün böyük n vurulsun 2'də 3 RT. 2'də 3 qarşıya kitlesi olsam 2'də 3 kiçik n bölünsün böyük n RT. Bu bizə tanış gəlirmi? Kiçik n bölünsün böyük n anlayışı. Vur RT. Bu hissə. Bəli, 2'də 3 RT və yaxud da ki, bu Mendeleev-Klaperon tənliyinin PV-nin bir hissəsi idi. Onda bu RT-miz biz belə yazmışıq da PV bərabər idi. Kiçik n bölünsün böyük m RT və yaxud da ki, RT. Onda mən bunu yerine yazaram ki, 2'də 3 PV şəkildə. Aydındır. Problem yoxdur ki. Harada gəldiyini başa düşdük də. Bəli. Daxili enerjimizin düsturu uşaqlar, ya kiçik 2'də 3 kiçik n bölünsün böyük m RT və RT və ya 2'də 3 PV şəklində yaza bilərik. Bu daxili enerji. Bir də daxili enerjimizin dəyişməsi dediyimiz kimi isti yerdə məsələn daha isti olacaq, soyuq yerdə soyuq. Onlar arasındakı fərqli dəyişmə yaşanmışdır. Ona biz delta U yazsaq, onda yazaram ki, 2'də 3 məhz delta nə yazacağım? T. Aydındır. Və yaxud da ki, 2'də 3 kiçik n bölünsün böyük m yerinə bir dəfəlik biz delta P yazarıq. Delta P, delta V şəklində yaza bilərik. Dəyişmələrini yaza bilərik. Lap yaxşı. Baxın, uşaqlar, daxili enerjimiz nədən asılıdır? Uşaqlar tez-tez qarışdırırlar, bax bunu. Daxili enerjimiz, birincisi temperaturdan. Temperatur. Temperatur artırıldıqda daxili enerji artır. İki cisim götürsək, hansının temperaturu çoxdursa, onun daxili enerjisi çoxdur. Aydındır. Yəni, temperaturu çox olan şeyin daxili enerjisi çox olar. İkincisi, uşaqlar, aslıdır kütlədən. Temperatur eyni olsun. Biri kiçik. Məsələn, deyirəm ki, misal deyirəm ki, tutaq ki, deyirəm,
Balaca bir kiçik bir cisim olsun, bunu da qızdıraq 100 dərəcə. Böyük bir cisim olsun, onu da qızdıraq 100 dərəcə. Sonra baxaq görək hansının daxili enerjisi çoxdur uşaqlar. Baxın, ikisi də 100 dərəcədir, temperaturları eynidir. Amma kütlələri müxtəlifdir. Balaca cisim soyuyanda tez soyuyur. Aydındır. Balaca cisim üfürəcəksən, bir balaca əldə oynarsa soyuyacaq. Amma böyük cisim götürsə, bəzən bir günə, bəzən 2 günə soyuyacaq. Təsəvvür edə bildinizmi? Kütlə böyüdükcə onun daxili enerjisi avtomatik olaraq artır. Aydındır. Üçüncüsü, daxili enerjimiz nədən asılıdır uşaqlar? Maddənin növündən asılıdır. Maddənin növündən. Maddənin növündən daxili enerjimiz asılıdır. Məsələn, növünə görə qazlarda, məsələn, bərklərdə, tutaq ki, maddədən maddə dəyişir. Məsələn, kerosinin daxili enerjisi ilə suyun daxili enerjisi və yaxud da ki, spiritin daxili enerjisi, yağın daxili enerjisi bir deyil. Hamısı müxtəlifdir. Aydındır. Temperaturlar eyni olsa daxili enerjisi. Məsələn, bir otaqda baxırsınız ki, spiriti də saxlayırsınız, suyu da saxlayırsınız, amma baxın görürsünüz ki, məsələn, tutaq ki, suyun daxili enerjisi daha çox olur, nəinki spiritin daxili enerjisində, spiritin daxili enerjisi az olur. Hətta bilmirəm, əlinizə vuranda o sərinləmə hissində hiss edirsiniz ki, soyuq olduğunu da hiss edirsiniz nisbətən. O sərinləmə ayrıdır, o buxarlanmasına görə orada enerji itirir, ona görə soyuyur. Ancaq ümumilikdə maddənin növünə görə daxili enerjisi dəyişir. Bilək ki, məsələn, tutaq ki, yağ, isti yağla suyu soyutmaq çox rahatdır, amma yağı soyutmaq çətindir. Məsələn, belə deyək də, yağlı yemək daha çox qaynar olur. Fikir vermişsə, yəni yağlı yeməkdə adamın ağzını yandırır, məsələn. İsti yeməklə sulu yeməkdən söhbət gedir də, yəni tutaq ki, 2 dənə yeməyimiz olsa, biri daha çox yağlı olsa, daha çox baxırsan ki, daxili enerji olaraq onda daha çox, yağ olaraq daha çox özündə saxlayır. Bəzən radiatorların içi yağmalı olur, balaca radiatorların içi. Çünki o temperatur olaraq qızanda gec soyuma prosesi də baş verir. Daxili enerjisinin daha çoxluğu var orada. Üçüncüsü uşaqlar, dedik, dördüncüsü uşaqlar, məhz aqreqat hal deyərək. Hal. Aqreqat hal. Aqreqat hal nə idi? Bərk, maye və qaz halı. Bərk, maye və qaz halı. Eyni temperaturda, məsələn, 0 dərəcədə buz götürsək, 0 dərəcədə su götürsək, 0 dərəcədə buxarı götürsək, hansının daxili enerjisi çoxdur uşaqlar? Əlbəttə ki, buxarı. Unutmayın. Məsələn, buzu əridib, suya çevirib, təzən onu isitmək çətindir, nəinki buxarı isitmək. Buxar artıq isti vəziyyətdə. Məsələn, tutaq ki, havanı bir üfürəcəksən, havanı isidəcəksən. Bir ovucu isitməsə, əlimiz isinir, ovuzumuzun isi isinir. Aydındır. Amma suyu füf eləməklə su isidə bilərsən o anda. Mümkün deyil. Buzu bəs isidə bilərsən də? Yox. Onu dedik ki, buxarın daxili enerjisi, gələcəkdə sizə daha rahat öyrənəcəksiniz onu. Buxarın daxili enerjisi daha çoxdur. Nəinki mayenin daxili enerjisi, nəinki məsələn, bərkin daxili enerjisi. Ondan sonra da uşaqlar, izoxor və izobar proseslərdə P-dən V-dən də asılıdır. Yəni, onsuz temperaturdan asılıdır. İzoxor prosesdə V sabitdir, P artır, T artır. İzobarda da P sabitdir, V artır, T artır. Yəni, izobar, izoxor proseslərdə də asılıqları var. Yəni, delta P, delta V-dən asılıqları var. Bəli, daxili enerjini iki üsulla dəyişə bilərik. Daxili enerjini biz iki yolla artırıb azalda bilərik və ya daxili enerjini biz iki yolla dəyişə bilərik. Birincisi, bir cismin daxili enerjisini artırmaq istəyirsə, onu temperatur verərik. Altından ocağı yandırarıq, isidərikmi? Məsələn, tutaq ki, deyirəm ki, soyuqdur, əlimi isitməyim lazım. Ya bir peçə yaxınlaşdırmağım lazımdır. Aydındır, yəni ona isti miqdar bilməyim lazımdır. Ya da onun üzərində iş görməyim lazımdır. Sürtürəm, soyuq olanda əlinizi niyə sürtürsünüz? Belə niyə sürtürsünüz? Fikir vermişsiniz. Üzərində iş görüldüyü zaman başlayır cisim qızmağa. Necə oldu? Yoxsa cisimin üzərində iş görüldüyü zaman cisim qızmağa başlayır. Ona görə daxili enerjini iki üsulla biz dəyişə bilərik. Bir, temperatur verməklə, aydındır, ona isti miqdar vermək. İkincisi, onu
üzərində nə etmək lazımdır? İş görmək lazımdır. Bu iki üsulun ikisindən də biz daxili enerjini artıra bilərik. Ona görə daxili enerjini uşaqlar iki üsulla dəyişə bilərik. Bir, istilik vermə. Bir də üzərində iş görmə. İş görmə. Unutmayın. Məsələn, fikir vermişsiniz də öz-özdə. Əlinizi xalçaya sürtürsünüz, yandırır. Fikir vermişsiniz. Xalçaya sürtmüsən, əlini verirsiz belə sürətlə. Arada bir təmizlizad eləmək lazım deyil. Əlini bir xalçaya sürtürə baxsan ki, əliniz yanır. Məsələn, tutaq ki, əlimizə yanası bir cismə, indi bir stolun üstə sürt, əlini bir-birlə sürtəndə isinir. Fikir vermişsənmi? Müşahidə eləmişsiniz. Bir-birlə sürtdüyümüz zaman avtomatik olaraq isinir. Yusuf, nə alırsan? Dedi, arxaya gözü başa açıq, görək, dərsin ortasına yatır. Üzərində iş görmə. Əgər cisim üzərində iş görürsə, cisim özü isinir. Cisim özü iş görürsə, soğuyur. Aydındır, misal üçün bu nə deməkdir? Biz bunun üzərində iş gördük, bunu isitdik. İndi havaya tuturan başlayır soymağa. İndi öz istiliyini hara verir? Kənara verir. Kənara isidir, o zaman eləyir, soyur. Bu dəfə özü iş görür. Aydındır. Başa düşürük. Yəni, bir cismə istilik verdik, cisim qızdır. İndi tutaq ki, gəlmişik otağa, isilmişik, çölə çıxacaq. Başlayacaq o istiliyimizi çölə vermək. Özümüz soyacaq, temperaturumuz düşəcək. Aydındır. Çölü isitməyə çalışacaq. Çölə temperatur verəcək, amma özümüzün temperaturumuz aşağı düşəcək. İndi bu dəfə biz iş görəcək. Əvvəlcə özlərimizə iş gördük, onda qızırıq və ya qaza qızdırırıq və yaxud da ki, cisim özü iş gördüyü zaman isə nə edir? Soyur. Ona görə də üzərində iş görməndə iki dənə qapı açarıq uşaqlar. Bir, cisim üzərində iş görülərsə qızar. Cisim üzərində iş görülərsə qızar. Cisim özü iş görərsə, özü iş görərsə, soyuyar. Yaxşımı? Cisim özü iş görərsə, cisim soyuyar. Yaddan çıxartmayaq. Bu istilik verməni, buradan deyilmən aşağıdan yazın, istilik vermə. Bunu ayıra. Məsələn, iş görmə prosesində qarışmadı ki, aydın oldu. İndi gəlirik bizim bu istilik vermə məsələsinə. İstilik vermənin 3 dənə növü var. 3 dənə növü var. Birincisi, istilik keçirmə. İkincisi, konveksiya. Üçüncüsü, şualanma. Bir cismə istilik vermək istəyiriksə, bu üç növün üçündən istifadə edilir. Birincisi, istilik vermə. Neynədir? Mən məsələn, tutaq ki, getdim, çay götürdüm, gəldim, stolun üzərinə qoydum, masanın üzərinə qoydum. Baxıb görürəm ki, masa yavaş-yavaş isinməyə başladı. Aydındır, necə oldu? Başladı bu öz enerjisini, istilik enerjisini masaya verməyə, masanı asta-asta nə etməyə? İsitməyə. Nə baş verdi? İsti bir cismi soyuq bir cismin üzərinə qoyanda, soyuq cisim isinir, isti cisim nə edir? Soyuyur. Nə vaxta kimi gedir bu proses? Temperatur tarazlaşana kimidir. Ona bərabərlik, balans və ya tarazlıq da deyə bilərsiniz. Tarazlaşana kimi bu proses gedəcək. Aydındır. Birincisi budur. Yəni, istilik vermə prosesində, birincisi istilik keçirmədə maddə daşıdır, yoxsa enerji daşıdır? Enerji daşıdır. Maddə daşıması yoxdur. Yalnız enerji daşınır. İsti soyuğa keçmiş olur. Enerji daşınır uşaqlar. Yalnız enerji daşınır. Konveksiya nədir? Tərifi sizin üçün vacibdir uşaqlar, konveksiyanın. Maye və ya qaz axını vasitəsi ilə cisimlərin qızdırılması. Maye və ya qaz axını vasitəsilə qızdırılması. Bax, otaq bu dəqiqə nə ilə isinir?
Vay. Kombi sistemi, düzdür? Kombi sisteminin içi maye gelir, gəlir, fırlanır, otağı isidir gelir. Aydındır. Bu olmasa nəyi qoşacağıq? Kondisioneri qoşacağıq, hava püskürəcək. Aydındır. Maye axını var və ya qaz axını var. Bu ikisi vasitəsilə cisimləri biz isidirik. Otağı isidirik. Aydındır. Bax, iki üsulla biz cisimləri isidirik. O zaman deyə bilərik ki, konveksiyada həm maddə daşınır, həm də nə daşınır uşaqlar? Enerji daşınır. Həm maddə daşıyırıq, su gəlir gedir, hava püskürdürük, çöldən içəri hava daşıyırıq, həm də enerji daşıyırıq, istilik daşıyırıq. Aydın olur mu Fatimə? Həm maddə daşındı, həm enerji daşındı. Və şüalanma nədir uşaqlar? Şua vasitəsilə cisimlərin qızdırılması. Günəş şüası ilə, lazerlə cisimləri qızdırmaq. Aydındır. Sizcə maddə daşınır, yoxsa enerji daşınır? Enerji daşınır. Bəli, yalnız enerji daşınır. Bu da yalnız enerjidir. Yalnız enerji daşınır. Şüalanmanın yaxşı tərəfi odur ki, uşaqlar sürətli yayılır. Sürətli yayıla bilir və vakuumda da yayıla bilir. Sürətli yayılır və vakuumda da yayıla bilir. Aydın oldu? Yadınızdan çıxmaz. İstilik miqdarı. İstilik miqdarı. Böyük Q hərfi ilə işarə olunur uşaqlar. Cm delta T üstürə tapılır, istilik miqdarı. Nə ilə ölçülür? Kalorimetr adlanan cihazla ölçülür. C M delta T. Bizim Q'müz bunların hər içini Cm delta T ilə yaddan çıxartmayaq, düz asılıdır. Bunun bəzən yerinə Cm delta böyük T də yazıla bilər, fərqi yoxdur. Çünki kiçik dəyişmə vaxt deyil, işin tapşırıcı vaxtdır. Ali bəyək getmişdi, yoxa çıxmışdı. Tapamayacaq sonra səni. Vaxtı vaxtda, vaxtı. Ona görə də kiçik delta T ilə böyük delta T dəyişmələr eynidir. Hər ikisinin dəyişməsi eynidir. Yadınıza gəlir. Biri 273, 373, biri 100 dərəcə arasında eyni qədər. Buradakı kiçik şey uşaqlar Q bölünsün M delta T'dir. Vahidi Joule bölünsün kilogram vurulsun Kelvin. Xüsusi istilik tutumudur. Hər maddənin özünün istilik tutumu var. Ona xüsusi istilik tutumu. Məsələn, özündə istiliyi yaxşı saxlama qabiliyyəti var deyirik. Deyirik ki, məsələn, dəmir özündə istiliyi yaxşı saxlaya bilmir. Niyə? İstiliyi yaxşı keçirir, pis keçirmir, yaxşı keçirir. Əgər mən bu çayını kimi, bu stəkanın dəmirdən olsaydı nə olardı? İçindəki çay tez soyuyur. Tez soyuyacaq. Tuta bilməyərik. Əlimizdə tutmaq çox çətindir. Hal-hazırda gidirik, qaynar suyu tökürük, əlimizdə götürürük, gəlirik. Hətta qonağın qarşısına kimi aparıb verə bilirik. Bu dəmir stəkan olsaydı verə bilərdik. Mümkün deyil. Səbəb, əgər 100 dərəcədə mən qaynaya çaydanı götürüb biz stəkanın içine tökdüyümüz zaman o çaynikimiz tökürükdə, çaynikdə 100 dərəcədə götürüb stəkana tökəndə, stəkanın içindəki çay 100 dərəcədirsə, o anda dəmirlə, elə çöldəki o temperaturu verəcək. İstilik keçirmə baş verir. Çox yüksək keçirir. Aydındır. Səbəb, metalın daxilindəki molekullar, sərbəst elektronlar çox üstə keçdi bir-birini ötürürlər və həmən istiliyi çölə buraxır. Aydındır. Ona görə rahat əlimizə götürür. Bu götürüb əlimizə gəzdirə bilirik. Şüşədir, daşdır. Bunlar istiliyi pis keçirir deyirik. Yaxşı yox ha, pis keçirir. Yəni buraxmır çölə. Gec soyudur. Aydındır.
Məsələn, evləri ona görə dəmirdən yox, daşdan tikirlər. Maşınınızın içində görürsünüz, peçi söndürən kimi başında donursa. Aydındır. Peçi söndürən kimi başlayır soymaq. Çünki alğı isti o dəqiqə soyuq, o dəqiqə içəri verəcək. Və yaxud da ki, içəridəki istiliyi həmən dəqiqə çölə verəcək. Və yaxud da ki, dəmir vaqonda çox çətindir. İsti havalarda da tərsindən dəmir vaqonun içərisində çox isti olur məsələn. Amma daş evlər, hətta bu torpaqdırsa, vəbşi sərindir. Məsələn, mən özüm Rus evlərində böyümüşəm. Rus evləri hamısı qalın kərpizlərdən tikilirdi. Qalın kərpizlərdən. Bişmə kərpiz deyirdilər. 60 sant olurdu, 80 sant olurdu. Elə yerlər var ki, qalın. Maraqlısı oldu ki, qış ayında bizim evimiz isti, yay ayında da sərin olurdu. Torpağın altında olsun, qış ayında isti, yay ayında da sərin olurdu. Biz axşamdan sabaha kimi peçi yandırma anlayışımız yox idi. Niyə yandırmırdı? İhtiyac olmurdu. Söndürdü, səhər buranın elə yüngül bir peçi qalıyırdı, ev təzən yenə eyni vəziyyətdə alır. İndi bizim evdə kombi 1 saat sönəndə, daş ev, 1 saat sönəndə baxsan ki, ay üşüdür, soyuqdur, aləmdir. İndi siz düşünün, dəmir olsa necə olar? Başa düşürük? Yəni, keçirtmə anlayışı budur. Çünki taxtadır, palçıq deyək, torpaq deyək, bu məsələn istiliyi pis keçirir, buraxmır çölə və ya çöldəkin içəri buraxmır. Amma dəmir yaxşı keçirir, aldığını verir. Aydındır. İstilik tutum anlayışına gəldikdə, maye istiliyi yaxşı tutur, yaxşı saxlayır. Özündə yaxşı saxlama qabiliyyəti var mayenin. Ən yaxşı istilik tutumu məsələn mayedir. Maye özündə yaxşı istilik tutar bilir. Məsələn, deyirlər ki, yay ayında dəniz kənarı nə üçün sərin olur? Niyə hamı dəniz kənarına qaçır? İstiliyi çəkir özünə. İstiliyi özünə çəkir. Məsələn, o fənvarələr yoxdur. Onun yanındakı temperaturla, ondan biraz uzaqdakı temperatur arasında fərq var. Adə bir balaca gölməçə, bir balaca su varsa, hamımız baxmışsınızda yayında qaçırlar, suyun qırağında otururlar ki, səbəb su olan yerlər istiliyi özünə çəkir. Kənarları sərin qalır. Saxlayır özündə. Qış ayında da o istiliyi verir kənara. Bu dəfə də məsələn dəniz kənarları isti olur, göl kənarları isti olur qış ayında. Aldığı istiliyi də verir yenidən kənara. Ona görə də xüsusi dediyimiz hər maddənin özünün istilik tutumu var, xüsusi istilik tutumu var. Bunu yaddan çıxartmayalım. Uşaqlar, bir də var bizim xüsusi istilik tutumu yazıram buradan ki, yalnız nədən asılıdır uşaqlar? Maddənin növündən asılıdır. Maddənin növündən asılıdır. Bir də böyük şey var, bu da istilik tutumudur. Bu da bərabərdir. C vurulsun M deyirik. Xüsusi istilik vurulsun kütlədir uşaqlar. Bunda vahidi Joule bölünsün kiloqram vurulsun Kelvin. Vurulsun kiloqram yazsaq, kiloqramlarımız gedər, qalar. Şu bölünsün, yəni Joule bölünsün, bu şu şəkildə yazsam, mən də bunu yazsam. Joule bölünsün, qalar, məhz kiloqram Kelvin şəkildə. Bu istilik tutumudur. Bu nədən asılıdır uşaqlar? Maddənin növündən və temperaturdan. Yox, üzr istəyirəm, kütlədən. İndi maraqlı bir şey var. Baxın, yenə də çox maraqlı. Bir çaylık çayımız qaynadı. Gedirəm, bir stəkan götürüb gəlirəm, içirəm. Təzdən gedirəm, bir stəkan da götürüb gətirirəm, içirəm. Baxıb görürsən ki, kütləsi azdır, amma çayın içindəki suyun kütləsi çoxdur. O, get soyur, istilik tutumu çoxdur. Amma bu, tez soyur. Məsələn, az olanın kütləsi azdır deyə az saxlayır. Amma çoxdur deyə çox saxlayır. Bir çayın iki bəzən hamıya gətirib paylayırsınız, biz təzən bir dəfə də qutarır, təzən bir də gətirib paylayırsınız, bax ki, soymayıb. Amma biz halbuki ikinci dəfə içib qutarmışıq. Niyə kütlə azaldıqsa, tutumu azalır. Aydındır, kütlə çoxalanda onun tutumu da avtomatik olaraq çoxalacaq. Bunu yaddan çıxarmayalım uşaqlar. Temperatur balansı. Uşaqlar, temperatur
deyəndə nə nəzərdə tutulur? İsti bir cisimlə soyuq bir cisim, isti suyla soyuq su, suyla daş, müxtəlif cisimlər və ya eyni cisimlər qatarıq və ya da ki, təmasda olduqları zaman temperaturlarda balans yaşanır. Birinin temperaturu aşağı düşür, birinin temperaturu yuxarı qalxır və sonda temperaturlar balanslaşır, bərabərləşir, tarazlaşır deyirsiniz. Baxın, buna deyirik temperatur balansı. Burada nə olur uşaqlar? Mən birbaşa son temperaturu yazacağım sizin üçün. Eyni cisimlərdə, müxtəlif cisimlərdə və müxtəlif həcmlərdə. Sondakı temperatur nə olur? Baxın, son temperaturda birbaşa açıq formada yaza bilərsiniz. Yəni, açıq da yaza bilərik ki, yəni S1, M1, T1, üstə gəlsin S2, M2, T2 bərabərdir. S1, M1, üstə gəlsin S2, M2 vurulsun T son temperatur kimi yazıb. Buradan T son temperaturu taparam ki, S1, M1, T1 plus S2, M2, T2 bölünsün S1, M1, gəlsin S2, M2. Bu hansılara aiddir uşaqlar? Müxtəlif maddələrə. İkisi də müxtəlif olsun. Müxtəlif maddə veriləndə bir daş olar, biri su olar, biri nə bilim daş olar, bir dəmir olar. Bunlar müxtəlif olarsa belə yazacaq. Son temperaturda S1. Bəs eyni olsa necə? Biri isti su olsun, biri soyuq su olsun. Aydındır. Bunları bir-birinə qatanda nə olur? Onda son temperaturu necə tapacaq? Suyun xüsusi tutumları şeylər eyni olduğu üçün ixtisar edir. Onda T son nə qalacaq? Hə? M1, T1 üstə gəlsin, M2, T2 bölünsün, M1 üstə gəlsin, M2. Aydındır. Nə vaxtı bu olacaq? Eyni maddədə. Bəs müxtəlif həcm, bir stəkan suyla bir vedrə suyu qarışdırdıq. Həcmlər müxtəlifdir. Həcm müxtəlif olanda uşaqlar, yenə biz M-imizin yerinə ρV ilə də yazarıq. R'larımız ixtisar gedər, VT-lər qalar. Onda yenə T son bərabərdir. V1, T1 üstə gəlsin, V2, T2 bölünsün, V1 üstə gəlsin, V2. Buna nə yazacağım? Müxtəlif həcmdirsə. Amma eyni maddə. Eyni maddə. Müxtəlif həcm. Termodinamikada iş. Termodinamikada iş. Demək uşaqlar, biz bir qab götürək. Qab porşenlə ağzını örtək. Porşen, bilirsiniz ki, mütəhərrik porşen deyirlər də buna. Sürüşə bilən porşen demək. Yaxşı porşen sürüşür. Həmişə şprizin içindəki kimi. Porşenlər Yusif. Dincəlib istirahət edə bilirikmi, gedirmi? Getmir. İmkan vermirik. Tutaq ki, bunun içərisində uşaqlar qaz var. Biz nə edəcəyik? Başlayacaq birinci bunu isitməyə. Mən bunun altına tutaq ki, qaz yandırıb bunu isitdiyim zaman, qaz molekullarını bilirsiniz ki, orta kvadratik sürət keçən dərslərində deyil, orta kvadratik sürət artır, təzyiq artır, təzyiq qüvvəsi vasitəsilə afərin. Porşeni hara qaldıracaq? Sıxışdırıb porşeni yuxarı qaldıracaq. Bu təzyiq qüvvəsi ilə porşeni hər hansı tutaq ki, bir H hündürlüyünə qaldırılacaq. Razıyıqmı? Keçən dəfə də buna aid misallara baxmışdıq ki, yəni sıxışdırıb qaldırır. Problem yoxdur ki, nərmi? Bəli. Onda işin düsturu nədir uşaqlar? İşin düsturu nədir? Necə? Fx. Düzdür? Və ya FH yaza bilərəmmi? F təzyiq vurulsun, H da yaza bilərəm. Razısınız? FH demək deyil.
Təzyiq qüvvəsinin düsturu nə idi? Təzyiqdə keçir. P vurur. Bəli. Onda mən bunu yerinə yazaram. P vurulsun, S vurulsun, H. Onu eləmir. Onu eləmir. Yaxın olmaz. Elə eləmir. S bax bu oturacaqdır. H da bunun nəyidir? Hündürlüyü. Gözə sıxan gəlir. Sən bir dərəcəyəsən. Nə deyil arası? Hə. Uşaqlar. Bu. Tamam. Əsasın üstə düşdü. Burada baxın. Biz nə qədər yuxarı qalxdığını qulaq asarıq, nə qədər yuxarı qalxdı, sahə var, hündürlük var, onda bunun həzmini tapa bilərik nə qədər yuxarı qalxdığını. Ona görə mən buna nə deyə bilərəm? V, qulaq asaq. Nə deyə bilərik uşaqlar buna? V deyə bilərik. Onda olacaq nə? P vurulsun V. Nə deyirik uşaqlar? P vurulsun V. V hardan gəldi? SH-dan. Bəs yaxşı, PV də biz bilirikmi? Kiçik M bölünsün, böyük M RT və yaxud da ki NÜRT. PV və yaxud da ki kiçik M bölünsün, böyük M RT və yaxud da ki NÜRT. Ay müəllim, bu işin bərabər olmadığı düstur qalmadı. Bəli, o söz var idi, filan kəsir baltasını, önü də kəsir, arxası da kəsir. Yusifdədir o, hə? Bəli. Onda bu iş də elədir. Yəni, bir çox şeyə bərabərdir, bizim işimizi əslində rahatlaşdırır. İş də baxın uşaqlar, gəldiğinde Mendeleev Klapperion tənliyinə bərabər oldu. Aydındır. Baxın, işin düsturu budur. İndi maraqlısı bilirsinlər uşaqlar. Burada iki dənə iş var. İki dənə iş var. Birinci iş ondan ibarətdir ki, qaz iş görür. Bax, qaz iş görür. Buna qaz iş görür. Buna biz H-trik deyək. Yəni, qulaq as, qaz iş görür nə deməkdir? Qaz iş görür o deməkdir ki, həcm artır. Yəni, içərdən iş görür, daxili qüvvələr iş görür. Aydındır. Onda yazıram ki, bir, qaz iş görərsə, həcm eləyər, həcm artar, daxili qüvvələr iş görər, xarici qüvvələrə qarşı iş görürlər. Qəti dağılırsan, özü verəmirsən, fikrin burada olsun. Bax, deyirəm ki, əgər həcm artarsa, demək ki, qaz iş görür. Aydındır, qaz qaldırır da yuxarı. Qaz sıxıb qaldırır da, qazın təzyiqi, təzyiq qüvvəsi qaldırır da. Qaz iş görürsə, həcm nə etməlidir? Artmalıdır. Daxili qüvvələr iş görür. Nəyə qarşı iş görür? Xarici qüvvələrə qarşı iş görür. Bir də var ki, bunu yuxarıdan aşağı sıxırıq. Həcmi kiçildirik. Aydındır. Onda nə deyəcəyik? Həcm azalırsa, burada həcm artdı, bu həcm azalırsa onda uşaqlar, həcm azalarsa, onda nə yazırıq? Xarici qüvvələr müsbət iş görür, daxili qüvvələrə qarşı iş görülür, aydındır. Xarici qüvvələr iş görür, daxili qüvvələrə qarşı iş görülür və qaz üzərində iş görülür. Qaz iş görülür, qaz üzərində iş görülür. Təsəvvür edə bildik, həcm azalırsa onda qaz üzərində məhz iş görülür. Təsəvvür yarandı, başa düşdük. Bəli, bunun gördüyü işə A', bunun gördüyü işə isə biz A deyirik. Ona görə də A'-imiz məhz mənfi A-ya bərabərdir. Onda bizim bax bu gördüyümüz iş, qazın gördüyü iş olarsa, qazın işi bax bu olacaq. A bərabər delta T temperaturun dəyişməsi zamanında mümkündür. Yəni biz buna delta T yazsaqla əla olar.
Bəli. Uşaqlar, yadınızdan çıxartmırsınız. P-nin V-dən asılı qrafikləri də verilsə, nə qrafik olursa olsun, altda qalan sahə, S fiqur bizə məhz yenə nəyi verəcək? İşi verəcək. Əgər həcm, baxın, oxa fikir verin, həcm artırsa, qaz iş görür, daxili qüvvələr iş görür, xarici qüvvələrə qarşı iş görür. Həcm azalırsa, xarici qüvvələr iş görür, daxili qüvvələrə qarşı iş görür, xarici qüvvələr iş görür və qaz üzərində iş görür. Bir də unutmayaq uşaqlar, izoxor prosesdə iş sıfırdır. Niyə? V sabitdir. V sabitdirsə yerin dəyişməz. Yer dəyişmə də yoxdursa iş sıfırdır. Aydındır? İzoxor prosesdə də iş sıfırdır uşaqlar. Termodinamikanın bir hissəsi. Qalan hissəsində biz növbəti prosesdə sizə izah edəcəm.